İndiyəcən o hal yadımdadır ki, onu oxuyanda mənim ürəyimə necə təsir elədi. Hiss elədim ki, bu nə halla bu sözləri deyib Allaha? Hansı halla deyib? O belə deyirdi Allaha. Deyirdi ki, öz əlimdən elə qəzəbliyəm, nəfsimin əlindən elə qəzəbliyəm, elə əsəbiyəm. O deyirdi ki, elə istəyərəm ki, nəfsimi atasan, cəhənnəmdə yandırasan, o qədər yanıqlıyam öz əlimdən ki, özüm baxım, keyf eləyim, deyim, sənə yaxşı oldu. Özüm özümə bunu deyim. Amma bir dərdim var ki, dözüləsi əzab döyürüm. Dözüləsi olsaydı, o deyir, mən sənə deyərdim, ilahi, at məni yandır, o qədər öz nəfsimin əlindən qəzəbliyəm. Deyərdim, yandır, baxım, keyf eləyim. Deyim, yaxşı oldu, özüm özümə deyim, yaxşı oldu. Bura çatmaq böyük bir şeydir. İnsan öz pis əməlinə bu qədər nifrət eləyər.